Mən 10 il rəsmi işdə işləmişəm, müxtəlif yerlərdə və nəhayət bir ay bundan qabaq özümdə güc tapdım və işdən çıxdım. Sıxıntılar var idi, fikir verirdim ki, nə qədər də işləsən, nə qədər də keyfiyyətli iş qoysan ortalığa, yenə də səndən artığını tələb edirlər, yenə də səndən narazıdırlar və hər ayda eyni maaşı alıb ömürlü sürürsən. Daha doğrusu sürünürsən. Maaşı alana qədər elə maaşın yarısını borc alırsan hardansa. Ayın daxırı maaş əlinə gələn kimi 300 ora, 200 ora, özünə də qalır 200 manat, qalırsan belə. Yəni əslində sənin işləməyinlə işləməməyinin elə də bir fərqi olmur. Və biraz da istirahətinə vaxt tapa bilmirsən, ailənə vaxt tapa bilmirsən, yorğun gəlirsən, səhər saat 9-da get işə, metro basa-bas, bütün gün otur ofisdə, axşam 7-dən çıx gəl evə, yenə də yorğun arğın, yeməyi yedin, biraz dincəldin, sonra da yatırsan, qutarır gedir. Belə həyat olmur. İnsan həyata bir dəfə gəlir və bilmirsən ömrün nə qədərdir, 30-durmu, 40-dır, 50-dirmi? Və sən o ömrü beləcə mənasızcasına sürməklə məşğul olursan. Mən neçə il bundan qabaq öz kanalımı yaratmışdım Eminqoya Akif adında. Hər yerdə mən Eminqoya Akif adını, öz təxəllüsümü çalışıram, önə çıxardım. YouTube'da da belə eləmişdim və kanal pasiv şəkildə qalmışdı. İşdən çıxmağıma 3 ay qalmış mən YouTube kanalımı aktivləşdirdim. Hardasa bu ilin yanvarından səhv eləmirəmsə. Gördüm ki, yavaş-yavaş effekt əldə edirəm və dedim, maraqlı faktlar videoları çəkirəm. Bunun yanına bir gəzinti videoları da əlavə eləyim. Və birinci öz yaşadığım qəsəbədən başladım. Birinci öz yaşadığım qəsəbəni çəkdim, Xutov qəsəbəsini. Çəkdim, az olsa da effekt oldu, baxış oldu, reaksiya oldu. Amma sonra Buzovnaya getdim, Buzovnanı çəkdim və Buzovna materialı çox gözəl reaksiya gördü, yaxşı baxış əldə elədi, rəylər çox idi, reaksiya çox idi, davamı gəlsin deyənlər çox idi. Biraz da mən bundan ümidləndim, bundan ayaqlandım. Dedim ki, artıq 10 illik media təcrübəsini özüm üçün işlətməliyəm. Nə qədər olar başqası üçün gedişdə, orada 300, burada 500, orada 800, yenə də əldə var 0. Başladım öz işimi qurmağa. Bir aydır. Çox maraqlı proses keçirəm. Hər ayın axırı maaş gözləmək vərdişi var. O qəribə olur da, ondan çıxmaq da qəribə olur. İndi maaş da almıram. Amma kanalımın 3 sponsoru var.